Herkese salam. Bugün sizlerle Lego Education Spike Prime'a nəzər salacağıq. Qutunun içərisindəkilərə nəzər salaq. Bu gördükləriniz stikerlərdir ki, bölmələr var. Oraya yapışdırılır ki, biz hansı legoların harada yerləşdiyini bilək və daha sonra layihələri yığmaqda və həmçinin layihə bitdikdən sonra onları yığışdırmaqda bizə kömək olsun. Daha sonra burada paketlər var ki, paketlərin üzərində nömrələr qeyd edilib. Bu nömrələr həmin bölmələrə yerləşdirilir. Təkərlər var ki, bunları bölmələrə yerləşdirmirik, sadəcə olaraq bölmənin aşağı hissəsinə yerləşdiririk. Amma rəqəmlə qeyd edilənlərin hər biri bölmələrə yerləşdirilir. İndi isə gəlin ətrafı səliqəyə salaq. Bu kitabçanın vasitəsilə legoları burada qeyd edilən bölmələrə yerləşdirdik. Bu qutunun içərisində ana modul var. Ana modulun üzərində söndürüb yandırmaq düyməsi, Bluetooth-la əlaqələndirmək düyməsi, sensorları və motorları əlaqələndirmək üçün olan portlar, speaker ki, gələcəkdə bunu biz layihələrdə istifadə edəcəyik və USB kabelimizi əlaqələndirmək üçün olan port var. Həmçinin sağa və sola düymələri mövcuddur. Bu 3 qutuda isə motorlar var. İki eyni ölçülü motor və biraz böyük motor var. Bu qutuda işıq və rəng müəyyən etmə sensoru var. Bu qutuda isə düymə yerləşir. İndi isə gəlin ana modulu işə salaq. Biz sensorlarımızı ana modulu ilə birləşdirərək necə işlədiklərini görə bilərik. Bu ultrasonik sensordur və məsafəni ölçür. Məsələn, əlimizlə olan məsafəni biz ekranda görə bilərik. İndi isə ana modul ilə düyməni və motoru əlaqələndirdim və motorun necə düyməni basdıqda hərəkət etdiyini, sürətinin artıb azalacağını görə bilərik. Bizi izləmədə qalın. Gələn videolarda Spike ilə bir çox layihələr işləyəcəyik.